Salam dəyərli izləyicilər. Bundan qabaq səhv suallar bir adı altında video kanalda var. Özümdən playlist bölməsində, mahnı siyalar bölməsində qeyd olunub səhv suallar. Yəni səhv suallar necə? Sualda anlaşmazlıq olan məqamlar var. Kiçik də olsa, böyük də olsa, axır mənə görə, yəni mənim fikrimə görədir bu. Siz də rəy bölümündə aktiv olsanız daha yaxşı olar. Müzakirəyə qoşulsanız daha yaxşı olar. Baxaq indi suallara. Baxın, bizə deyir ki, saat 13:00-da. Biz bilirik də saat 13:00 nəyə göstərir əqrəblər? Saat və dəqiqə əqrəbləri arasındakı bucaq neçə dərəcədir? Yəni buradakı variantlar olmasa, düşünsək ki, buradakı variantlar yoxdur. Bu sualı necə həll edə bilərik onda? İki cavabı olacaq. Niyə? Baxın, təsəvvür edin ki, bir dənə saatdır. Rəqəmləri birisi də burada 12-dir, burada 1-dir, burada 2-dir, burada 3-dür və s. gedir. Saat 1 nə deməkdir? Balaca əqrəb 1-i göstərir, böyük əqrəb də 12-nin üzərində olur. 13:00. İndi fikirləşin. Burada bucaq necə ola bilər? Saat əqrəbi ilə dəqiqə əqrəbi arasındakı bucaq. Ya, baxın, buradakı bucaq olar. Bunların balaca bucağı. Ya da baxın, bu bucaq olar. Baxın, buradakı bucaq olar. Böyük bucaq. Ona görə də bu sualda məncə deməli idi ki, saat və dəqiqə arasındakı kiçik bucaq neçə dərəcədir? Variantlara baxın, kiçik bucaqdır. Kiçik bucağı soruşmalı idi. Kiçik bucaq. Kiçik sözü olmalı idi. Siz də rəy bölümündə bildirərsiniz fikirlərinizi. İndi keçirəm digər suala. Bu sualda bir çox müzakirələrə səbəb oldu. Bir çox. Niyə? Sualı həll eləyirsən, standart qaydanı həll eləyirsən, cavabın həll eləyəsiniz, D variantı olduğunu görəcəksiniz. Mən sualın həllinə qarışmıram. Burada hər zaman, baxın, hər zaman təkdir ifadəsi bizə deyir ki, n-in yerinə hər hansı bir qiymət yazandan sonra bu hər zaman tək olacaq. Amma fikirləşək ki, məsələn, həmin bu 3n plus 4 ifadəsinin tək ədəd olduğunu qəbul eləyək. Yəni, məsələn, n-ə -1 qəbul eləyək. Baxın, n-ə -1 verəndə də həmin 3n üstəgəl 4 ifadəsinin qiyməti, yəni 3 vurulsun -1, -3, üzərinə gəlsin 4, müsbət 1. 1 necə ədəddir? Tək ədəddir. Yəni, ifadənin qiyməti 1 aldıq, o da tək ədəddir. Yəni, şərt ödənir. Haçan n-in -1 qiymətində. İndi düzgün sualın həlli D variantındadır. Baxın, lap elə -1-i yoxlayaq. Baxın, n-ə A variantı -1 versən, -2 üstəgəl 4, müsbət 2. Hər zaman tək olamadı. Müsbət 2 cüt ədəddir. N-ə -1 versən, bura 0. 0 nə təkli, nə cüt. Daha doğrusu 0 cüt ədəddir əslində. B variantı n-ə -1 versəm 2 alacaq, cüt ədəddir. İndi D variantına baxın, -1 versəm bura 1 olacaq, 1-in kvadratı, -1-in kvadratı 1. Üstə gəlsin 2n, yəni çıxılsın 2 olacaq, -1-ə vuranda olacaq, -1. Cavabımız D variantı olmalıdır da, bütün variantlar gedib. Hər zaman təkdir deyib. Ona görə D variantı bizim düzgün cavabımızdır. Onda belə çıxır ki, burada meydana gəlir ki, -1 tək ədəddir. Bəzi müəllimlər, belə deyək də, yəni savadlı müəllimlərdir əslində. Mən bunların müəllimlərin savadına heç vaxt qarışmıram. Sadəcə bəzi mənbələr və yaxud da müəllimlər deyir ki, mənfi ədədlər tək ədədlər bölməsinə aid deyil. Tək ədədlər natural bölməsinə aiddir. Buradan alıram ki, bu suala görə alıram ki, mən nəticədə -1-in tək olduğunu aldım, belə çıxır ki. Mən də deyirəm ki, mənfi ədədlər də, daha doğrusu tam ədədlər də, mənfi tam ədədlər də tək ola bilər, tək cüt ola bilər. Yəni ki, tək və cüt ədədləri mən tam ədədlərə aid eləyirəm. Natural yox, tam ədədlərə. Tam ədədlər məsəl üçün -1 var, -2 var. Burada -1 tək ədəddir, -2 cüt ədəddir. Yəni sualın bu formada verilməsi ya səhvdir, ya da bu sualdan alınır ki, -1 tək ədəddir. Mənfilər də tək ola bilir. Ya mənfilər də tək ola bilir, ya da bu sual səhvdir, həmin o mənfilərin, mənfi tam ədədlərin tək olması yanlışdır fikrinə görə bu sualın özü səhvdir onda. İkisindən biri olmalıdır. Növbəti sual. Növbəti sualda deyir ki, fikir verin. Burada kiçik bir səhv var. Kiçik bir səhvdir. Ola biləsin, olmasın da. Siz yenə elə bilərsiniz. Kitabı səhifələmək üçün 2933 rəqəmdən istifadə olunub. Düzdürmü? Kitab neçə səhifəlidir? Baxın,
Əgər burada əvvəldə desəydi ki, 1-dən başlayaraq kitabı nömrələyirlər, indi deyərsiniz ki, bəs neçədən başlasın? 0-dan başlasın. Elə kitablar var ki, uşaqlar, orada baxın, səhifənin birində deyək ki, məlumat verib, ön söz. Burada səhifənin rəqəmini yazmayıb baxın. Bilirəm, 1-dən başlayır, amma 1-i yazmayıb da bura. Səhifəsində bir də görürsünüz ki, kitablarda 1-i yazmır. Ona görə o rəqəmi götürmürəm ki, burada rəqəm yoxdur. Baxın, bu səhifədə rəqəm yoxdur. Növbəti səhifədə də deyir ki, filan kursun reklamı falan gedir. Burada da rəqəm yox. Yəni növbəti səhifədə götürüb aşağıda məsələn deyək ki, test nəsə bölmə başlayıb, nəsə bir bölmə başlayıb, aşağıdan yazıb 3. Mən bilirəm, burada 1, burada 2, burada 3 olmalıdır. Həmin 3-dür. Amma mən bu kitabda rəqəmlərə baxsam, rəqəm axı birinci səhifədə, bir də ikinci səhifədə yoxdur. Rəqəm 3-dən başlayıb burada. Yəni 2933 rəqəm bu 3-dən başlayır. Elədir, yoxsa əvvəldəki 1, 2-ni də nəzərə alaq. O 2-ni də nəzərə alaq yoxsa yox. Bax, problem buradadır deyirəm. Ola bilsin ki, deyərsiniz ki, yox, bu sual problemidir. Mən deyirəm ki, yəni elə kitablar var ki, orada hətta görmüşəm ki, 4-dən başlayır, nömrələməyə 4-dən başlayır. Nömrələmədən bu rəqəmlər alınır da, düzdürmü? Nömrələmədən. Nömrələnmədiyi səhifəni nə edirəm ki mən? Əslində kitabın səhifəsidir, düzdür? Kitabın səhifəsidir. Amma nömrələmə 4-dən başlayıb axı. Yəni orada 2933 rəqəm istifadə olub, o görəsən əvvəldəki 1, 2 rəqəmlərini sayıb, ya 4-ü birbaşa saymalıyam mən burada. Əvvəldəki 1, 2 rəqəmlərini görmürəm axı, onları niyə sayım? Bilirəm, bu sualda bu 1-dən başlayaraq nömrələyib cavabı tapacaqsınız. 1-dən başlayaraq həll edəcəksiniz. Amma yəni mən dediyim də məncə biraz sualın əvvəlində 1-dən başlayaraq nömrələnməsi olsaydı daha yaxşı olardı sual. Növbəti. Bax, növbətidə də yenə bir kiçik bir nüans mənə görə elədi, mənə görə. Deyir ki, 4 səhv sualın, bir doğru sualın balını kiçildiyi imtahanda 87 sualı cavablandırıb. 87 sualı cavablandırıb, düzdürmü? Neçə sual verilib? Biz nə deyirəm? Çünki məsələn deyək ki, 100 sual verilib. 87-sinə cavab verib. Neçəsinə cavab verməyib? 13-ünə cavab verməyib. Yəni boş buraxıb. 13-ünü boş buraxıb. Bir doğru sual da 1 baldır qəşəng. Bir doğru sual 1 baldır. 4 səhvdə bir doğru sual cavab var. Bu da qəşəng. 72 bal toplayıb qəşəng həll edib taparsınız. Amma o yerdə qalan məsələn deyək ki, 100 sual olsaydı, sualı verməyib, özüm nə deyirəm 100. 100 olsaydı sualın sayı, demir 87 sualdır. Deyir ki, imtahanda 87 sualı cavablandırıb. Demir imtahanda 87 sual var. 100 sual olsaydı, onun üstündə boş buraxardı. O boş buraxdığına görə bəlkə 1 bal çıxır. Bu tip suallarda məncə verməlidir ki, imtahanda filan qədər sual var, 87-sinə cavab verib, 72 bal toplayıb, bir doğru sual 1 baldır, 4 səhv bir doğrunu aparır, boş buraxdığı suallara görə bal verilmir. Bax, o cümlə burada olmalıydı. Boş buraxdığı suallara bal verilmir. Məncə. Növbəti, bu sualda da kiçik bir şeydir. Kitabın səhifələrini nömrələyib. Baxın, deyir ki, kitabın səhifələrini nömrələyib. Neçədən? 1-dən başlayaraq. Yenə deyirəm, deyərsiniz ki, 1-dən başlamalıdır, neçədən başlamalıdır bəs. Amma o 1-dən başlayaraq sözü olmalıdır məncə orada. 1-dən başlayaraq nömrələyib və neçə dənə, ən çox neçə ola bilər? O sualın da həlli mənə maraqlı deyil. Sual həll olunacaq. Burada məncə əvvəldə deməlidir ki, 1-dən başlayaraq kitabı səhifəsi nömrələnmişdir. Ardıcıl olaraq nömrələnmişdir. Növbəti. Burada da bir balaca bir şey var. 72 ədəd şokolad qutusu, bir də 100 ədəd saqqız qutusu yerləşir rəfə. Təsəvvür edən rəfdir. 72 ədəd şokolad qutusu yəqin ki, eyni şokolad qutusundan söhbət gedir. Yəni necə? Digər cümlədə deyir ki, 42 ədəd şokolad qutusu. Həmin o əvvəldəki şokolad qutularından, yoxsa başqa bir dənə şokolad qutusu? Axı şokolad qutusular eyni olmalıdır. Eyni əvvəldə dediyi şokolad qutularından bir də 150 ədəd saqqız qutusu yerləşir digər tərəfdən. Bunu siz həll eləyərsiniz. Burası heç. Amma axırda da bir dənə şey var. Deyir ki, bu rəfə neçə şokolad qutusu yerləşər? Yəni ya ancaq şokolad, yoxsa necə? Yalnız şokolad qutusu yerləşər və rəf tam dolar. Hətta. Rəf tam dolar. Yalnız şokolad qutusu ilə. Yoxsa deyir ki, bu rəfə neçə şokolad qutusu yerləşər? Bu rəfə elə əvvəldə demişdi də 72 şokolad qutusu yerləşər də. 100 dənə də saqqız qutusu. Yalnız şokolad qutusu
yerləşər və rəfdə tam dolar. Sualı tam məncə deyək ki, dolğun edir. Məncə ya. Yenə deyirəm, bəlkə də səhvim var. Bu da yanlış şokolad qutusu. Düşünürəm ki, olar. Hələlik bu qədər. Digər videoda inşallah görüşərik. Bu videonun davamı üçün mən bilirəm ki, bir sıra suallarda problem var. Bu videoların davamı üçün kanala abunə olun və digər videolarda inşallah yenə görüşərik.